Salam, Kodera yazı işlərindən 39-cu sualın izahını verəcəyəm. Sualda bizdən soruşur, n sayda müxtəlif tam ədəddən ibarət olan siyahının elementlərini növbə ilə klaviaturdan daxil edən, sonra bu siyahının ən böyük ikinci elementi ilə ən kiçik ikinci elementini çap edən proqram Python dilində yaz. Biz siyahı yarada siyahımızı yaratdıq. Yaratdığımız siyahını biz kiçikdən böyüyə düzəyə sorted istifadə edəcəyəm. Daha sonra çapa geçsin. En büyük ikinci element ile en küçük ikinci elementi. Bu en küçük ikinci element üstə gələ en büyük ikinci element. Senin siyahımızı yaradaq burada. 6 elementten ibarət siyahımız olsun. Burada en büyük ikinci element bizdə 45'ti. En küçük ikinci element ise 15'ti. En küçük ikinci element 15. En büyük ikinci element ise 80'den sonra 45'ti. Gəlin yoxlayaq. 6 dənə elementimiz olacaq. Siyahımızın elementləri. Birinci 15, ikinci 45, 25, 80, 45, 35, 60, 60. Gəlin bir də yoxlayaq. 6, 7 elementimiz var siyahının. Mən 6 fikirlə 6 yazmışam. Deyirəm 60'ı 35'i daxil eləmədən topladı. 7 elementi 15, 45, 25, 80, 45 ve 35, 60.